Əziz və dəyərli Ümid müəllim, sizi 65 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm və sizə ən səmimi arzularımı çatdırmaq istəyirəm. Siz çox gözəl, Azərbaycan cəmiyyəti üçün çox dəyərli bir insansınız. İllərdir bizim cəmiyyətə, dövlətimizə etdiyiniz xidmət, verdiyiniz töhfə əvəz olunmazdır. Mən sizə can sağlığı arzu edirəm. Ən önəmli, ən dəyərli bir insan üçün düşünürəm ki, can sağlığından başqa heç bir şey yoxdur. Canınız sağlam olsun. Uzun illər Azərbaycan dövlətinə necə ki, sədaqətlə xidmət etmişsiniz, o şəkildə də xidmət edəsiniz, bizləri də sevindirəsiniz. Sizə uğurlar, böyük-böyük nailiyyətlər arzu edirəm. Hər zaman bizim qəlbimizdə necə ki, ziyalı, gözəl, səmimi bir insan kimi yer tapmışsınız, elə də yüzlərlə, minlərlə insanın qəlbində yer tapasınız. Bir daha sizi səmimi qəlbdən təbrik edirəm. Təşəkkür edirəm.